Pan-Türklər və uşaq qatillərini sevənlər üçün 15 raket hazırlamışıq. Şəhidlərimizin şəklini götürün, təhvil alın, aparın ki, burada qalıb məhv olmasın. Məktəblərdə niyə şəhid şəkilləri olmalıdır ki? Onun yerinə əxlaqsızları, geyləri gətirib uşaqlar üçün tədbir keçirmək lazımdır. Şəkil icazə vermirlər. Ona görə şəkillərini sökürük, aparıb evinizdən açmağa. Kaş bir dəfə sarılmamı deydim. Əsl Kərbəla Xocalıda olub, Xocalını qeyd etmək lazımdır. Buna bax, kişi. Zibil qabından yığmışam, ha, buna bax, şəhid şəkilləri. Açmışam, karotka götürüyorum. Allah, buna bax, şəhid şəkilləri hansı? Hər kim bu əxlaqsızları bəyənir, paylaşır, takip edir, rəy yazırsa, Allaha cavab verəcək və kişilikdən dəm vurmağa haqqı yoxdur. Şəhidlərin şəkillərinin yerinə araq, pivə, alt paltarının reklamları, müğənnilərinin konsertlərini yerləşdirmək lazımdır. Müəyyən səbəblərdən Gəncə şəhərində olan şəhid plakatları sökülür. Dildə deyirsiniz Təbrizlilər bizim soydaşlarımızdır, amma əməldə isə onlara deyirsiniz həlak oldu, şəhid oldu demirsiniz. Bunu deyirlər ki, şəhidlərimizi tanıdaq. Qazilərə 83 manat 50 qəpik verəndən sonra bilirdim belə olacaq. Şəhidliyin zirvəsində duran İmam Hüseyn əleyhissalamı tanımayan öz şəhidlərini tanıyacaq. Hani haqq ədalət göstər mənə. Yoxdur. 100 qazi özünü yandırıb, birinci qazi özünü yandıranda mən bilirdim belə olacaq. İmam Hüseyn əleyhissalam ərəb olmasaydı, başqa millətdən də olsaydı, biz onu sevib yenə də yolunu gedərdik. Çünki burada ərəb olmağın əhəmiyyəti yoxdur. Onun hədəfləri və atdığı addımların əhəmiyyəti var. Ben esam olsun dedim, bayrağı öptüm ki, benim bana bir şekilde belə çıxsın, hayal olsun. Deyirsiniz mənə Qurandan dəlil gətir. Bəs Quranda ayə yoxdur ki, sizin əməliniz üstündür, təqva, ixlas, gözəl əməl sahibi olmaq. Harada Allah deyildi ki, pan-türk olmaq lazımdır. Xiyaban şəhidin bayraq olub dur kəfəni. Məskənim, Füzuli. 10 milyon Azərbaycan xalqından ən azı 10 min nəfər Təbriz haqqında video çəkməlidir, müdafiə etməlidir. Niyə etmirsiniz? Haqq ədalət göstər mənə. Yoxdur. Yorumda yazırsınız, qazilərə belə qayğı göstərilir. Yalansa Allah sizə min lənət eləsin. Bəsdir yaltaqlıq elədiniz. Allah sizə min qat lənət eləsin.